Sınıq ürək bizim sındırdığımız qəlb anlamında deyil. Yəni insanın Allahın yumşalmış qəlbdən, belə deyək, biraz riqqətə gəlmiş haldan xoşu gəlir. Əksinə sizin də qeyd etdiyiniz kimi qəlb qırmaq böyük bir günahdır. Hətta hədislərdə qeyd olunur ki, birinin ürəyini sındırsaq, tövbə də etsək, bağışlansaq belə mütləq cəzasını görəcəyik. Çünki bir insan ah çəkirsə, o ah insanı mütləq tutmalıdır. Ona görə bizə deyiblər ki, nə edirsiz eləyin, ürək sındırmayın. İnsanlara qarşı haqsızlıq eləməyin. Hətta bir xoş sözlə belə, hətta hansısa bir yaxşılıqla insanları sevindirməyə çalışın. Hətta bilmədən qırırsan qəlbi, o günahdır. Bilmədən edilən şeyə görə insan məsuliyyət daşımır təbii ki. Amma insan çalışmalıdır ki, bir qədər ehtiyatlı davransın. Bir hədis var, Peyğəmbərimizdən də buyurulur ki, cənnətdə bir ev var, onun adı Darül Fərəhdir. Darül Fərəh yəni sevinc evi, şadlıq evi. Belə bir yerdir. Ora kimlər daxil olacaq? Başqa insanları sevindirənlər. Yəni, bizim dinimiz şad yaşamağı tövsiyə edir. Bəzən elə bilirlər ki, dinin işi, dindarın, inanclı insanın işi bütün günü ağlaşmaqdır, filandır. Xeyr, təbii ki, matəm günləri ola bilər, əza günləri ola bilər, bayram günü ola bilər. Amma hədislərdə qeyd olunur, Əleyhisselam da buyurur ki, müminin sevinci daimidir. Yəni, həmişə sevinç halındadır. Həmişə ətrafdakılara sevinç bəxş edir, şadlıq bəxş edir və belə bir halda yaşayan insan kamil insandır, həyatdan ləzzət ala bilən insandır və Allahla riqqətə gəlmiş qəlb ilə danışanda Allahın xoşu gəlir. Bilirsiniz, bu bizim klassiklərimizin əsərləri, irfani əsərləri, qəzəlləri həmişə bu halda yaranıb. Fikir verirsinizsə, orada nalə pozitiv anlamdadır. O bədbəxtlik, qara günlük deyil ki, məsələn, insan ağlayır, ağrı acı içindədir. Xeyr, hicranın qəmi şirin olur. Ümumiyyətlə, sevgi meydana gələndə, sevginin qəmi də, şadlığı da şirin olur. Ona görə də insan səhv etdiyi zaman, xəta elədiyi zaman, Yaradanın əmrindən çıxdığı zaman ürəyində bir miskil yaranır, bir ürək riqqətə gəlir. Allahın bu qəlbdən xoşu gəlir. Ümumiyyətlə, insan bacardığı qədər özünü günahkar hiss eləməlidir. Özündən razılıq pis bir şeydir.